Salam, necəsiz? Bugün sizinlə birlikdə fərqli, amma Python mövzusuna aid bir neçə dənə testə baxacağıq. Birinci testimizdə maraqlı bir kod nümunəsi təqdim edib bizə. Kodumuz deyir ki, funksiya vermişəm və həmin funksiyamın adı x-dır, hansı ki, dəyəri burada qeyd olunan siyahıdır. S siyahısı və elementləri 10, 15, 20, 15, 30 və 35-ə bərabərdir. Bir dənə dövr verib, dövrün içərisində bir-birindən asılı olmayan iki ifimiz və bir ifdən asılı olan iç-içə ifimiz qeyd olunur. Gəlin baxaq. Əvvəlcə dövrümüzdə for I in range 0-dan len s çıxılsın 1-ə qədər 2-2 addımla. Əvvəlcə range dediyinə görə nömrələyirəm. İndekslədiyindən sonra baxıram ki, mənə 2-2 addım deyir. Necə 2-2 addım? Hara qədər? Len s çıxılsın 1-ə qədər. Uzunluq burada 6-dır, yəni 6 element var. 6-dan birini çıxanda 5 edir. Burada range həddi bizə məcbur edir ki, sonuncu 5-ci elementi götürmə və 0-dan 5-ə qədər 5 daxil olmadan 2-2 addımla hərəkət edirik. 0, 2 və 4-cü elementləri götürür. İndi baxıram nəyə? İlk növbətə, yəni bizdə I qiymətlər alır 10, 20, həmçinin 30. Daha doğrusu SI bu qiymətləri alır. I-nin öz qiyməti isə 0, 2 və 4-dür. Gətirib yerinə qoyuram. Əvvəlcə 0-cı elementlə başlayıram. 0-cı elementə baxmağa. S 0-cı elementimdə mənə deyir ki, S 0-cı element kiçikdirmi? S 0 üstə gəl 1-ci elementimə. 0-cı elementim 10'dur. Birinci elementim 15'dir. 10, 15'dən kiçikdirmi? Deyirəm, hə. Şərt ödənir. Deyir, o zaman, baxın, bax, burada qeyd olunan bir məqam ondan ibarətdir ki, yanaşı vergüllə qeyd olunmuş ifadə uyğun olaraq əvəzləməni göstərir. Yəni, S-in, baxın burada, deyir ki, S-in 0-cı elementini S-in, bax burada da yazılıb 0 üstə gəl 1-ci element. Görürsünüzmü? 0 üstə gəl 1-ci element bərabərdir. S 0 üstə gəl 1 vergül E0. Yəni, S-in 0-cı elementini S-in 0 üstə gəl 1-ci elementi ilə əvəz elə. S-in 0 üstə gəl 1-ci elementini isə 0-cı elementi ilə əvəz elə. Yəni, mənim siyahım yeni bir formaya düşür, tamamilə dəyişir, yeni bir siyahı yaranır. Olur belə, S, 0-cı elementim nədir məndə? Haradadır bu? 0-cı elementim 10'dur. Birinci elementlər yeri dəyişir, olur 15, 10. Digər elementlər yerində qalır. 20, 15, 30 və 35. Daha sonra bu ifi icra edirəm, bitirirəm. Lakin mənim bir dənə də ifim var, hansı ki, bu ifdən asılı deyil. Tam müstəqil bir ifdir. Bu if mənə deyir ki, sən yoxla. I, yəni i-nin qiyməti bayaq nə idi? 0 idi. 0-ın üstünə 2 gəl, böyükdürmü, daha doğrusu kiçikdirmi? Len S-ə. Bayaq dedik ki, siyahımın uzunluğu 6-ya bərabərdir. 2 6-dan kiçikdirmi? Deyirəm, hə. Bu əlavə yazıları silim, bax bu xəttləri silim, qarşılıq yaranmasın. Davam edirik. İkinci elementi, bax yenidən indeksləyəcəm. Baxın, 0, 1, 2, 3, 4, 5. Artıq mən bu siyahı ilə işim bitib. Mən bu siyahı ilə davam edirəm, sonuncu siyahı ilə. Və şərt ödənib. Qapı açılır, içəri daxil olanda yeni bir if məni qarşılayır. Deyir ki,
S'in 0 üstəgəl birinci elementi. 0 üstəgəl birinci elementi nədir məndə? S 0 üstəgəl birinci element olur birinci element. Böyükdürmü? S'in 0 üstəgəl 2, yəni ikinci elementindən. Baxıram ki, S'in birinci elementi 10'dur. İkinci elementi isə 20'dir. 10 20'dən böyükdürmü? Deyirəm, yox. Qalxıram yuxarı, yəni birinci dövrünü bitirdim. İ'nin 0 halı üzrə dövrümü bitirdim. İndi i'nin 2 halı üzrə dövrü davam etdirəcəm. Yenə deyirəm, artıq bu siyahı ilə işim bitib, mən yolumu bu siyahı ilə davam etdirəcəm. Şərtim də deyir, S'in 0-cı elementin bitirmişəm, artıq ikinci elementi keçirəm. S'in ikinci elementi kiçikdirmi? S 2 üstəgəl birinci element, yəni S'in üçüncü elementi. Gəlin istəyirsiniz, baxın, mən bu hissəni silim. Çünki artıq siz bir dənə bunu silim, digərlərini silməyəcəm. Çünki aydın görə biləsiniz. S'in 0-cı ikinci elementi 20'dir. Üçüncü elementi 15'dir. 20 15'dən kiçikdirmi? Deyirəm, yox. Bu if ödəmədi. Bu if ödəməsə də, mən yenə də bu ifi yoxlamalıyam. Burada deyir ki, i üstəgəl 2. i'nin qiyməti 2'dir. 2 üstəgəl 2 kiçikdirmi? Len s'dən, yəni uzunluq olan 6'dan. 4 6'dan kiçikdir deyirəm həm. Deyir, ifi yoxla. İfdə məndə nə deyir? S'in i üstəgəl 1, yəni 2 üstəgəl birinci elementi böyükdürmü? S'in i üstəgəl ikinci elementinə, yəni 2 üstəgəl ikinci elementinə. S'in üçüncü elementi 15'dir, dördüncü elementi 30'dur. Bu bundan böyükdürmü? Deyirəm, yox. Yəni, nə bu if, nə də iç-içək ifdəki if şərtim ödəmədi deyəm. Mən qalxıram dövrümün başlanğıcına və ən sonuncu i'nin 4 qiyməti ilə davam etməyə. Yenə soruşuram, S'in dördüncü elementi kiçikdirmi S'in 4 üstəgəl birinci elementindən? S'in dördüncü elementi 30'dur. 4 üstəgəl birinci elementim 35'dir. Deyirəm, hə, şərt ödəndi. Deyir ki, o zaman bayaqki kimi ne? S'in dördüncü elementi vergül S 4 üstəgəl 1, yəni 5-ci elementidir. S'in dördüncü elementi ilə 5-ci elementini əvəz elə. Yəni, bura düşəcək 5, burada olacaq S4. Mənim siyahım, bax bu yarandığı siyahım tamamilə dəyişir. Yeni bir forma olur. S'in yazılarım belə. Deməli, 0-cı elementim, 1-ci elementim, 2-ci elementim işim yoxdur. Ta 4-cü elementinə qədər 15. 30 ilə 35'in yerini dəyişirəm. Gördünüzmü? Belə bir vəziyyət yarandı. Və bu şərti yoxlayıram. 2'nin üstünə, bax, i'nin i üstəgəl 2 şərtini deyir yoxla. i məndə nədir? 4'dür. 4 üstəgəl 2 eləyir 6. 6 kiçikdirmi 6'dan deyirəm, yox. Bu şərt ödəmədi deyə bu şərtə baxmıram və return s olaraq sonuncu yaranmış belə bir siyahı. Bu da bizdə E variantına uyğun gəlir. Bir dənə bizə A siyahısı verilib, heç bir elementi yoxdur. Çox maraqlı bir kod nümunəsidir. Və o in range 3 yazılması i qiymət alır 0, 1, 2. Bizə deyir ki, A.append lambda i. Bu yazılış o deməkdir ki, lambda funksiyası mənə məcbur edir ki, mən i'ni götürüm, amma hansı i'ni götürəcəm? O i ki, ən sonuncu i dəyişəninin yaddaşında qalıb. Yəni, ən sonuncu i dəyişəninə verilən 2. Mənim burada 3 dənə, baxın, 3
element i'nin 3 elementinin olması dövrlərinin sayını bildirir. A nöqtə app'ın lambda nöqtə 2 i daha doğrusu. i'nin son qiyməti nə idi məndə? 2-dir. Deməli 2-ni götürəcək birinci hal üçün i'nin, 0 halı üçün 2-ni götürür. Append eləyir A siyahısına birinci dövrümdə. A olur 2. Daha sonra ikinci dövrümdə i'nin 1 halında ola bilər. Lakin lambda funksiyası i'nin son qiymətini götürür. Yenə də A siyahısının elementi 2 idi. Sonuna bir dənə də 2 əlavə edir. Və üçüncü dövrümdə i bərabərdir 2 olanda yenə də A siyahısının sonuna 2-ni əlavə edir. Yeni bir siyahı bax bu formada yarandı. For f in A dövrü deyir ki, sən A siyahısına elementlərini birbaşa müraciət elə və mən F-i hər dəfə siyahının konkret elementinə bərabər elə. Burada F mötərizə yazılması boş bir funksiya kimi qeyd olunub. Yəni funksiyadır, hansı ki dəyərini gələcək A siyahısından götürəcək. F birinci halda F'in qiyməti 2 olacaq, çünki ilk element 2-dir. İkinci halda F'in qiyməti 2 olacaq, çünki yenə 2-dir. Və üçüncü halda F'in qiyməti 2 olacaq, çünki element 2-dir. Və bunları yanaşlı formada, n funksiyası ilə yanaşlı formada çap olunacaq 2, 2, 2 şəklində. Bəs hansı halda 0, 1, 2 çap olunardı? Baxın, əgərləri məndə necə yazılıb? Mənə yazılıb ki, lambda 2.1. Eləmi? Funksiyada belə qeyd olunub. Amma belə olsaydı, lambda i bərabərdir i daha sonra 2 biraz boşluq qoyub i yazılışı verilsəydi, yəni görürsünüzmü bu yazılışla bu yazılışın arasında kifayət qədər fərq var. I bərabərdir i halı verilsəydi, o zaman lambda funksiyası i bərabərdir i-ni o anki lokal dəyişən kimi dondurardı və hər dəfə də lokal dəyişənin, yəni i-nin başlanğıc qiyməti olan 0-ı götürərdi, növbəti dəfə 1-i götürərdi və növbəti dəfə 2-ni götürərdi və bunları A siyahısına mənimsədərdi. Yəni bunlar A siyahısının elementləri olardı. Lakin bizə funksiya bu formada verildiyinə görə doğru cavab B olur. Ekranda hansı rəqəm görünəcək? Belə bir kod verilib bizə və nəticəsini soruşur. A siyahısı verilib, amma içərisində heç bir element yoxdur. Dövr də yoxdur ki, mən ora element əlavə edim, doldurum. B siyahısı verilib, içərisində 2 dənə element var, 1 və 2. C bərabərdir A of B. A-nın dəyəri bizdə nədir? Boş siyahı. Boş siyahı biz dedik ki, ümumiyyətlə məntiqi kəmiyyətlərdə true və false halında false o zaman götürür ki, qiymət 0 olsun və ya heç nə olmasın. Burada qiymət heç nə olmadığına görə A uyğun olaraq false'dur, B isə uyğun olaraq true'dur, çünki doludur. Və ortadakı or halı iki şərtdən birini qəbul etdiyi üçün, yəni heç olmasa biri true olmalıdır kimi yanaşdığı üçün bizdə C bərabər olacaq true-ya. D bərabərdir B. B siyahısı bizdə nədir? Dolu olduğuna görə true yazıram. And A. A-nın da qiyməti içərisində element olmadığına görə false-dur. D isə məcbur edir ki, hər iki tərəf
true olmalıdır ki, mən sənə true qiymətini mənimsədim. True olaraq götürüm. Yəni, D bərabər olur false-a. Onu da bilirik ki, true uyğun olaraq 1, false uyğun olaraq 0 deməlidir. Yəni, true halı 1 qiymətinə, false halı isə 0 qiymətinə bərabər olur. Mənə deyir ki, len S print elə len C ilə len D-nin cəminə. C məndə 1-dir, C 1-dir, D 0-dır. 1 ilə 0-ı toplayır və ekrana 1 çıxardır. Niyə 1 və 0 yenə deyirəm? Çünki true halı ümumiyyətlə məntiqi elementləri siz videoda növbəti, daha doğrusu bundan öncəki dərslərimizə bir baxsaz, 11-ci sinif dərsliyində belə bir məntiqi cəmiyyətlər var, hansı ki true-nu 1 ilə, false-u 0 ilə göstərilir. Bax, həmin məntiqi cəmiyyətlər məhz burada öz əksini tapır. Bizə belə bir rekursiv funksiya verilir. Bayaqki funksiyamızdan fərqli olaraq burada bir rekursiya var. Hardan biləcəyik rekursiyanın olduğuna? Baxın, f-in qiymətinin, f funksiyasının dəyəri 5-dir. Yəni, n bərabərdir 5-ə. Məndən soruşur, n, yəni 5, kiçik bərabərdirmi 1-dən? 5, 1-dən kiçik bərabər deyil. Bu şərt ödəmədir. O zaman deyir ki, ikinci ifə bax. N-in, yəni 5-in 2-yə bölünməsindən alınan qalıq 0-dırmı? Yenə deyirəm, yox. Bu şərt də ödəmədir. Deyir, onda else-ə keç. Else-də mənə qeyd olunub ki, return elə, yəni mənim f5 funksiyamın qiymətini return elə. N, yəni 5 vurulsun. F, n çıxılsın 2. F, 5-dən 2-sini çıxıram, eləyir 3. 3-ə. Mən F3 funksiyasının nəyə bərabər olduğunu bilmirəm. Yəni, mənim burada n-imin qiyməti 3-dür. Yenə qayıqlıram yuxarı. Deyir, 3 kiçik bərabərdirmi? Kiçik bərabərdirmi? 1-dən deyirəm, yox. Deyir, bəs 3-ü 2-yə bölünməsindən alınan qalıq 0-dırmı? Yenə deyirəm, yox. Yenə deyir, düş else-ə. F3 funksiyasına return elə. N, yəni 3 vurulsun F, 3 çıxılsın 2, yəni 1. Yenə qalxıram yuxarı. F1-i tapmaq üçün. Çünki F1-in nəyə bərabər olduğunu bilmirəm. N burada uyğun olaraq 1 olur. Deyir ki, 1 kiçik bərabərdirmi? 1-dən deyirəm, hə. Yəni, mən F1-i tapmalıyam. Deyir, o zaman return 1 elə. Yəni, bu funksiyanın, F1 funksiyasının qiymətini 1 olaraq qaytar. İndi isə sadəcə olaraq geriyə yığa-yığa qayıdıram. Bayaqdan, belə deyək, aça-aça gəldim. İndi yığa-yığa qayıdıram. F-in qiymətini, F1-in qiymətini yerinə qoyuram. 3 vurulsun 1 edir 3. F3-ün qiyməti 3 oldu. Sadəcə olaraq F5 funksiyasının cavabı üçün tapmaq istəyəndə 5 vurulsun 3, o da eləyir 15. Doğru cavab A olacaq. Bu tipli maraqlı test nümunələrini izləmək istəyirsinizsə, imtahana az qalıb və yeni-yeni kodlarla, yeni-yeni maraqlı test nümunələri ilə, imtahan tipli, qəbul tipli test nümunələri ilə tanış olmaq istəyirsinizsə, kanalıma abunə olmağınızı və bəyən butonunuzu aktivləşdirməyinizi xahiş edirəm və diqqətiniz üçün təşəkkür edirəm. Hər hansı sualınız yaranarsa, şərh bölməsində qeyd edərsiniz.